Salam, hər birinizi xoş gördük. Biologiya 2025 ikincisi DIM test toplusu, maddələr mübadiləsi, energetik və plastik mübadilə mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. 43-cü testə baxaq. Fotosintez zamanı ATP sintetaza fermentinin kanalından hansı istiqamətdə və hansı hissəciklərin keçməsi baş verir? Bilirsiniz ki, fotosintez zamanı xloroplastlarda gedirdi, təbii ki, fotosintez və daxili membranın daxilində müsbət hidrogenlər düzülürdü. Ne deyir? Baxın, sintaz hansı istiqamətdə hansı hissəciklərin keçməsi. Deməli, burada da mənfi elektronlar düzülürdü. Deməli, ATP sintetaza ferment kanalından müsbətlər mənfiyə doğru keçirdi. Demək nə idi? Hidrogenlər daxili membranın daxilindən xaricinə doğru çıxırdı. Burada da düzgün gələn cavabımız olur B variantı. Baxın, daxili membranın daxilindən xaricinə gedirdi. Yəni, müsbət həmişə mənfiyə doğru gedir. Ona görə də düzgün gələn cavabımız olacaq B variantı. 44-də baxaq. Oksigenli parçalanma prosesində ATP sintetaza ferment kanalından hansı hissəciklər hansı istiqamətdə? Baxın, bu fotosintezdir. İndi isə deməli oksigenli parçalanmadır çəkək. Oksigenli parçalanma da onunki kimi idi. Sadəcə olaraq fərqli xüsusiyyəti o idi ki, burada müsbət elektronlar daxili membranın xaricində düzülmüşdülər. Mənfiləri isə daxildə düzülmüşdü. Burada da ATP sintetaza ferment kanalı yarananda müsbətlər daxilə doğru, mənfi daxildə olduğuna görə bu dəfə də müsbət daxilə doğru hərəkət eləyəcək. Ona görə deyirik ki, müsbət hissəciklər daxili membranın deməli, daxilinə tərəf gedir. Baxın, daxili membranın daxilinə tərəf. Burada da uyğun gələn hansı olacaq? Müsbət hissəciklər daxili membranın daxilinə tərəf. Deməli, 44-də düzgün gələn cavabımız oldu C variantı. 45-ə baxaq. Fotosintez prosesində atmosferə buraxılan oksigen təbiidir ki, sudan ayrılırdı. Bataqlıq şəraitində bəzi bakteriyaların fəaliyyəti nəticəsində suyun üzərində sarı rəngli örtü əmələ gəlir. Bunların hansı bakteriya olması ən çox ehtimal olunur və sarı örtüyü təşkil edən nədir? Təbii ki, bu kükürt bakteriyalardır və o sarı örtükdə elə kükürtdür. Düzgün cavabımız D variantı. 47-yə baxaq. Fotosintez üçün hansı proseslər səciyyəvidir? Fotosintez zamanı nə baş verirdi? Fotosintez zamanı bilirik ki, oksigen ayrılırdı, üzv maddə sintezlənirdi və enerji toplanırdı. Demək, B variantımız düzgün cavabımız olacaq. 48-ci testə baxaq. Zülal zəncirinin translyasiyası zamanı 50 molekul su əmələ gəlmişdir. Həmin zülal neçə amin turşu qalğandan ibarətdir. Bilirsiniz ki, zülal zəncirində ayrılan suyun miqdarını N-1 düsturu ilə tapırdıq. Burada da deyir N-1, yəni su molekulu 50-dir. Onda buradan N-i tapsaq, N bərabər 50-nin üstünə 1 gələndə bu da eləyər 51 demək. Düzgün cavabımız oldu A variantı. MRNT-dəki nukleotidlərin ardıcıllıqlarını veriblər və deyir neçə amin turşuya uyğun gəlir. Siz bilirsiniz ki, bax, UAA, UAQ, bir də UGA. Bunlar heç bir amin turşunu kodlaşdırmır. Yəni, bunu harada gördüksə, kodlaşdırır, yəni amin turşundan götürəcək. Çünki heç bir amin turşuya uyğun gəlmir. İndi burada baxacaq bunlardan hansı var? Baxın, UAA, birinci yazdığım yoxdur. UAG var, aha, bir dənə var. UGA, necə UGA-nı görürsünüz? Yox. Deməli, bir dənə UAG var. Bunu çıxıram, geri qalanları sayıram. Burada demək 6 dənə amin turşu var. Düzgün gələnimiz oldu B variantı. 6 mol süd turşusu tam oksidləşdikdə neçə mol ATP alındığını hesablayın. Biz bilirik ki, bax, oksidləşdikdə deyirsə, deməli, oksigenli reaksiyanı nəzərdə tutubdur və 2 mol süd turşusu parçalananda əgər reaksiyanı əzbər bilmirsinizsə onu əzbərləyin. Çünki bu tapşırıqlarda reaksiyaları əzbər bilməliyik. Deməli, 2 mol süd turşusu parçalananda sonda 36 ATP əmələ gəlirdi. Bu isə mənə deyir ki, 6 mol süd turşusu parçalanıb. 6 mol süd turşusu parçalananda nə qədər olar? 6-nı 36-ya vurub 2-yə böləndə bu 2-ni ixtisar eləsəm 3 qalar. 3-ü də 36-ya vuranda bu da eləyir 108 mol ATP. Demək, 50-də düzgün cavabımız oldu B variantı. 51-ə baxaq. Deyir, ribosom MRNT üzərində bir tripletə 0,2 saniyə sürəti ilə hərəkət edir. Polipeptid zənciri 180 amin turşu qalğandan ibarət olan bir zülal molekulunun sintezi hüceyrədə nə qədər vaxt tələb edir? Deməli, bir triplet 0,2 saniyə. Bir triplet bilirsiniz ki, bir dənə amin turşu deməkdir. Yəni, bir amin turşu yazıram ki, əgər 0,2 saniyəyə birləşirsə zülal zəncirinə, onda
neçə 180 amin turşunun sayını verib. Neçə saniyəyə birləşər? X saniyə 180 də 0,2-yə vuranda eləyir burada 36. Demək, düzgün cavabımız oldu C variantı. 52-yə baxaq. 63 qram qlikozanın natamam parçalanmasından nə qədər enerji ayrılır? Bilirsiniz ki, qlikozanın molekul kütləsi 180 idi və 180 qram qlikoza parçalananda natamam dediyinə görə oksijensizdə 200 kilojol enerji ayrılırdı. İndi 180 qramda 200 kilojol, onda 63 qramda neçə kilojol enerji ayrılır? 63-ü vurub 200-ə, bölürük 180-ə. Buradan da düzgün cavabımız olur D variantı. Yəni cavab olaraq alırıq buradan 70. 53-ə baxaq. Deyir 45 amin turşu qalğından ibarət zülalın demək, sintezini kodlaşdıran genin kodlaşdıran hissəsində neçə nukleotid vardır və bu zülalın nisbi molekul kütləsi nə qədərdir? 45 dənə amin turşudur. Bir amin turşu bilirsiniz ki 3 nukleotid deməkdir. Bir amin turşu 3 nukleotiddirsə, onda 45 amin turşu neçə nukleotid olar? 45-i vururam 3-ə. 45-i 3-ə vuranda neçə eləyər? Təbii ki 135, deməli 135 nukleotiddir bu. 135 nukleotid. İndi zülalın nisbi molekul kütləsini dediyinə görə nə etməliyəm? 45-i vurmalıyam 110-a ki, baxın görüm bu zülalın molekul kütləsi nə qədərdir? 45-i də 110-a vuranda eləyəcək 9450. Deməli, burada da düzgün gələn cavabımız olacaq Y variantı. 54-ə baxaq. Deyir, glikoliz prosesində 2520 qram ATF sintez olunması üçün neçə qram glikoza parçalanır? Baxın, ATF-nin nisbi molekul kütləsində veribdir ki, 504-dür. Biz bilirik ki, oksigenli parçalanma, oksigensiz daha doğrusu glikoliz dediyinə görə oksigensiz parçalanma zamanı 2 mol ATF yaranırdı. 2 mol ATF-in də nisbi molekul kütləsini tapmaq üçün 2-ni vururam 504-də, bu eləyir 1008. Deməli, indi yazırıq ki, 180 qram glikoza parçalananda əgər 1008 qram ATF yaranırdısa, yəni 2 mol, belə yazın burada, 2 mol deməkdir 1008 qram. Hardan aldım bu 1008-i? Bu 2 mol ATF yaranırdı, 2-ni vurdum 504-də. Onda deməli, neçə qram glikoza parçalanıbdır ki, 2520 qram ATF sintez olunsun. Bunlar da bir-birinə vurub böləndə cavabımız eləyir 450. Deməli, düzgün cavabımız olacaq D variantı. 55-ə baxaq. Deyir, glikoliz prosesində 5544 qram ATF sintez olunması üçün neçə qram glikoza parçalanır? Yenə glikoliz deyir. Deməli, neçə qram glikoza? 180 qram dedik glikoza parçalananda 1008 qram ATF yaranırdısa, yəni 2 mol ATF yaranırdı buradan. ATF-in də 1 molu 504 idi. 2 molu da vurdum 504-də. Tapdım ki, ATF-nin molekul kütləsi oldu 1008 qram. Ona görə yazıram 180 qram glikoza parçalananda 1080 qram ATF yaranırdısa, onda neçə qram glikoza parçalanıbdır ki, buradan da 5544 qram deməli ATF yaranıbdır enerji olaraq. Buradan da X bərabərdir 990 qram glikozaya. Deməli, düzgün cavabımız oldu C variantı. 56-ya baxaq. Deyir ki, 45 qram glikozanın natamam parçalanmasından nə qədər enerji ayrılır? Biz bilirik ki, oksigensiz parçalanma zamanı 180 qram glikoza parçalananda 200 kilojol enerji ayrılırdı. Mən bunların reaksiyasını yazmadan yazıram, çünki bunları siz də əzbər şəkildə öyrənməlisiniz. Əzbər şəkildə öyrənib bu testi sonradan işləyin. Deməli, 180 qram glikoza parçalananda 200 kilojol enerji ayrılırdısa, onda 45 qram glikoza parçalananda nə qədər ayrılır? X də bərabərdir. Bunun 4 dəfə azdır deyə 200-də bölsəm 4-də buradan düşər 50 deməli kilojol. Deməli, düzgün cavabımız olar D variantı. Sonra 57 ilə davam eləyək. 4 mol ATF turşusunun 4 mol ADF turşusuna çevrilməsi zamanı azad olan enerjinin miqdarını təyin eləyin. Bilirik ki, 1 mol ATF 1 mol ADF-yə çevriləndə 1 dənə makroergik rabitə gedir deyə 40 kilojol enerji itir. Demək yazıram, bax, 1 ATF ADF-yə çevriləndə əgər 40 kilojol enerji itirdisə, onda 4 dənə ATF ADF-yə çevriləndə nə qədər enerji itər? X qədər. X bərabər eləyir buradan 160 kilojola. Demək, D variantımız bizim düzgün cavabımız olacaq. 58 ilə davam eləyək. Deyir ki,
3,5 saat ərzində 1 metr kvadrat yarpaq səthində fotosintezin məhsuldarlığı nə qədərdir? Deməli, T bərabərdir 3,5 saat. S bərabərdir 1 metr kvadratına. Məhsuldarlığı soruşduğuna görə deməli, düsturumuz necə idi? M bərabərdir ST. M bərabər ST-də yerinə qoysam 3,5-i vurmalıyım 1-ə. Bu da bərabər eləyər elə 3,5 qram. Deməli, düzgün cavabımız oldu A variantı. 59-cu testimizə baxaq. DNT-də triplet ardıcıllığı belədir. Yəni, triplet ardıcılığını görürsünüz. AGS, TTT, yəni timin, GGT, SAT. Bunlara uyğun mRNT-nin triplet ardıcılığı necə olacaq? Deməli, DNT-də ardıcılıq budursa, bundan mRNT yığmalıyam. Bunun mRNT-sini yığaq, baxaq gör necə olacaq. Deməli, adeninin qarşısında normalda timin durur, amma RNT-də timin olmadığına görə urasil olacaq. Deməli, USG. Baxaq, birincidən hansında baxaq USG var. Görürsünüz, elə axtarmağımıza ehtiyac qalmadı. Elə C variantını görən kimi USG-ni gördük. Yəni, geri qalanlarını da tapaq. Timinlərin qarşısında adeninlər duracaq. Guaninlərdə sitazin, timində adenin, guanin, deməli, adenində timin olmalıdır urasil. Bir də adenin, timinin də qarşısında adenin duracaq. Demək, düzgün gələn cavabımız olacaq C variantı. 60-a baxaq. Tənəffüs üçün istifadə olunan oksigen atomları fotosintez prosesində bilirsiniz ki, sudan ayrılır. Ona görə də A variantı düzgün cavabımızdır. 61-ə baxaq. Əgər bir zülal molekulu 25 saniyəyə sintez olunarsa, həmin zülal neçə amin turşu qalığından ibarətdir? Baxın, mötərizədə də yazıbdır. Bax, qeyd eləyək. Əgər bir amin turşunun zəncirə birləşməyə 0,2 saniyə çəkirdisə, onda neçə amin turşu 25 saniyəyə birləşər? X qədəri. Buradan X-i tapsaq, yəni 25-i bölməliyəm 0,2-yə. Bu da eləyəcək, deməli, 125. 62-yə baxaq. 12 mol hidrogen katyonu mitoxondri membranında ATF sintetaza ferment kanalından keçərkən nə qədər enerji ayrılar və neçə mol ATF əmələ gələ bilər? Hidrogen katyonunu gördünüzsə, demək ki, bu oksigenli mərhələ nəzərdə tutubdur və oksigenli mərhələdə bilirsiniz ki, 24 dənə hidrogen katyonu keçəndə təbiidir ki, oradan 2600 kilojul enerji ayrılırdı. İndi bu da deyir ki, 12 dənəsi keçibdir. Onda 12-si keçəndə nə qədər olar? Bunun yarısıdırsa, demək bunun da yarısı eləyər 1300. 1300 kilojul. Sonra nə soruşur? Neçə mol ATF yaranır? 24 dənə hidrogen keçəndə əgər 36 ATF yaranırdısa, onda 12 dənəsi keçəndə nə qədər yaranır? X olar. X də buradan bərabər eləyər 18-ə. Demək, düzgün gələn cavabımız oldu C variantı. Oksigenli parçalanma zamanı 5 mol deməli, glikozadan alınan ATF molekulları neçə mol glikozanın oksigensiz parçalanması nəticəsində alına bilər? Oksigenli parçalanma zamanı 5 mol glikozadan alınan ATF molekulları. Deməli, oksigenli parçalanmada normalda biz süd turşusu deyirik. Bilirsiniz ki, 2 mol süd turşusu elə 1 mol glikoza deməkdir. Ona görə də süd turşuların glikoza kimi yazıram. 1 mol glikoza parçalananda əgər 1 mol glikoza parçalananda əgər 36 ATF yaranırdısa, onda 5 mol glikoza parçalananda nə qədər yaranır? X qədər yaranır. Deməli, X bərabər eləyir buradan 180 ATF-yə. İndi nə deyir? Neçə mol glikozanın oksigensiz parçalanması nəticəsində yaranır? Oksigensiz parçalanmada da 1 mol glikoza parçalananda 2 ATF yaranırdı. İndi neçə mol glikoza parçalanıbdır ki, bax, bu 180 ATF yaransın. 180-i də 2-yə böləndə düşür 90. Deməli, düzgün cavabımız oldu A variantı. Neçə qram glikozanın tam parçalanmasından 4200 kilojul enerji ayrılır? Tam parçalanma dediyinə görə biz bilirik ki, 180 qram glikoza, yəni tam reaksiyanı, ümumi tənliyi nəzərdə tutubdur, belə deyək. 180 qram glikoza parçalananda ümumilikdə 2600 oksigenlidə, 200 kilojolda oksigensiz mərhələdə ayrılırdı. Yəni, hesablayanda bir yerdə eləyirdi 2800, 2600 birində, 200-də birində olduğuna görə hesabladım, elədi 2800. Yəni, 180 qram glikoza parçalananda əgər 2800 kilojol enerji ayrılırdısa, onda neçə qram glikoza parçalanıbdır ki, bu dəfə də 4200 kilojol enerji ayrılıbdır.
Buradan da x-i tapsaq, 4200 vuraq 180-ə bölək 2800-ə. Buradan da düzgün cavab alarıq. Deməli 270 qram. 65-ə baxaq. Energetik mübadilənin deməli oksigenli parçalanma mərhələsində 90 qram süd turşusu parçalanarsa, neçə mol su və neçə kilojol enerji ayrılar? Oksigenli parçalanma dediyinə görə biz bilirik ki, 180 qram glikoza parçalananda nə qədər su ayrılırdı? 42 mol su ayrılırdı. Bu da deyir ki, indi 90 qram süd turşusu. Birisi ki, 2 mol süd turşusuydu. O deyilədi 180 qram. İndi yazıram ki, 90 qram süd turşusu parçalananda nə qədər su ayrılar? X qədər. Buradan X bərabər eləyir 21 su. Bax, suyumuzu tapdıq. Sonra nə deyir? Neçə kilojol enerji ayrılar? İndi bir də yazırıq ki, 180 qram glikoza parçalananda 2600 kilojol enerji əgər ki yaranırdısa, onda 90 qram parçalananda nə qədər yaranar? X qədər. X bərabər edir buradan 1300-ə. 1300 kilojoula. Deməli, burada düzgün gələn cavabımız oldu 21 mol su, 1300 kilojoul da enerjidir. 65-də düzgün cavabımız oldu, demək D variantı. 66-cı testimizə baxaq. Energetik mübadilənin deyir ki, oksigenli parçalanma mərhələsində 67,2 litr oksigen sərf olunmuşsa, neçə mol ATF sintez olunmuşdur? Bilirsiniz ki, energetik mübadilənin oksigenli parçalanma mərhələsində sintez olunan oksigen, yəni istifadə olunan oksigen 6 mol idi. Qazların da 1 molu 22,4 olduğuna görə 6-nı vururam 22,4 eləyir 134,4. Deməli, 134,4 litr oksigen sərf olunanda nə qədər ATF yaranırdı? 36 ATF yaranırdı. Onda 67,2 litr sərf olunanda nə qədər olar? X qədər olar. X də bərabərdir buradan. Bunun yarısı, yəni 18-ə. Düzgün gələn cavabımız olacaq A variantı. 67-yə baxaq. Glikozanın deyir ki, oksigenli parçalanması zamanı ATF sintetaza fermentinin kanalından 6 hidrogen katyonu keçərkən neçə molekul ATF sintez olunar? Əgər hidrogen katyonu gördüksə, demək ki, burada oksigenli mərhələni nəzərdə tutur. Yazaq ki, 24 dənə hidrogen katyonu keçəndə 36 ATF yaranırdısa, onda 6-sı keçəndə nə qədəsi yaranar? X də buradan bərabər eləyər 9-a. Demək, düzgün cavabımız olacaq B variantı. 68-ə baxaq. Mitoxondri membranda düzülmüş ATF sintetaza fermentinin kanalından 1 mol hidrogen katyonu keçərkən nə qədər enerji ayrılır? Demək, yenə yazacaq ki, buradan 24 dənə hidrogen keçəndə nə qədər enerji ayrılırdı? 2600 kilojol enerji ayrılırdı. Bir dənəsi keçəndə nə qədər ayrılar? Baxın, bir də keçəndə X olar. Deməli, 2600-ü bölürük 24-də. Bu da təqribən eləyir də. Təqribən olur 108 demək kilojol. 69-a baxaq. Bitki fotosintez zamanı 66 qram karbon qazı udmuşdursa, neçə litr oksigen buraxmışdır? Bilirsiniz ki, fotosintez zamanı 6 molekul karbon qazı udur. Bu da karbon qazının molekul kütləsi 44-dür deyə 6-nı vururam 44-də. Bu bərabər edir 264-də. Demək, indi qramla dediyinə görə yazıram ki, 266 karbon qaz udanda 6 mol. 6 mol da oksigen xaric edirdi. Karbon burada sadəcə oksigen litrindən soruşduğuna görə 6-nı da vururam 22,4-də eləyir 134,4 litr. Ona görə yazıram 264 qram karbon qazı xaric olan, istifadə olunanda əgər 134,4 litr oksigen ayrılırdısa, onda 66 qram karbon qazı istifadə olunanda nə qədər oksigen udular? Xaric olar daha doğrusu. Buradan da X-i tapsaq eləyir 33,6 litr oksigeni. O da olur Y variantı. Demək 69, 70-ə baxaq. 70-də nə deyir? Fotosintezdə 32 litr karbon qazı udulmuşsa, neçə litr oksigen qazı ayrılmışdır? Baxın, bir dənə burada fotosintezin reaksiyasını yazım. CO2 üstə gələk H2O buradan alınırdı. C6, H12, O6 üstə gələk O2 reaksiyamızı düzəltsək. Baxın, bu reaksiya əsasən yazdım bundan öncə olan testimizi də. Və görürsünüz, hamısının sayı bir-birinə bərabərdir. 6 mol karbon qazın udur. 6 mol da
oksigeni xaric edir. İndi bu mənə nə deyir? Deyir ki, 70-ci testdə baxın, fotosintezdə 32 litr karbon qazı udulmuşsa, neçə litr oksigen qazı ayrılmışdı? Bax, litrlə soruşursa, litrlər bir-birinə bərabərdir. 6 udanda 6 da xaric olurdu. Ona görə də 32 udubdusa, demək 32 litrini də elə xaric eləyəcək. Burada da düzgün gələn cavabımız olacaq C variantı. Sonra baxaq 71-ci testdə. Deməli, 71-ci testdə nə deyir? Deyir ki, 100 qram zülalın orqanizmdə tam parçalanmasından alınan enerjinin hamısı ATF sintezinə sərf olunarsa, bu zaman neçə mol ATF əmələ gələr? 71-ci testi belə eləyirik. 1 qram zülal parçalanda nə qədər enerji ayrılırdı? 17,6 kilojoule. Onda burada bizə nə deyirdi? 100 qram zülal. 100 qram zülal parçalananda nə qədər ayrılar? X qədər. X buradan bərabər edir 1760 kilojoule. Bilirsiniz ki, ATF yarananda ATF nədən yaranırdı? ADF-dən. Bir dənə ADF-dən ATF yarananda deməli neçə kilojoule enerji sərf olunurdu? 40 kilojoule. Bir ATF yarananda 40 kilojoule enerji sərf olunurdusa, onda neçə ATF-dən demək yarananda ATF, neçə ADF-dən ATF yarananda 1760 kilojoule sərf olunubdu. 1760-ı da bölürsünüz buradan 40-a, bu da bərabər eləyir, deməli 44-ə. Düzgün cavabımız burada da olur B variantı. 72-yə baxaq. Deyir, glikoliz zamanı tərkibində 8 mol adenin azota əsası